Bismillahirrahmanirrahim. Esselamu aleyküm ve rahmetullah. Allah ibadət itaətlərinizi, oruç namazlarınızı qəbul etsin. Dünən mən yox idim, ustadlar danışdılar və bugün onlar yoxdular. Mən tək sizin hüzurunuzdayam. Allah Teala inşallah sizə də əcr versin, bizə də əcr versin inşallah. Həzrəti Adəmin əhvalatından ibrətli nöqtələr, ibrətli məqamlar, deməli bir çox ibrətli məqamlardan danışdıq və bugün də istəyirəm ki, iblis haqqında olan bəzi ayələrə toxunum və həmçinin Həzrəti Adəmin övladlarının əhvalatı, yəni Habillə Qabilin əhvalatına da bugün toxunum. Əraf surəsində Allah Təbarək və Teala Adəmin əhvalatının davamında buyurur ki, Ya bəni Adəm, la yeftinennekumuş şeytanu kəmə əxrəcə əbəvəykum minəl cənnə. Ey Adəmin övladları, şeytan sizi fitnəyə salmasın, necə ki, sizin ata və ananızı cənnətdən çıxartdı. Yənzi'u anhuma libasahuma liyuriyahuma səvətihima. O iblis, o şeytan Adəm və Həvvanın libasını onun əynindən çıxartdı ki, onların nöqsanlı yerləri görsənsin. İnnehu yarakum huve və qabiluhu min haythu la taravnahum. O və onun qəbiləsi sizi, sizin onları görmədiyiniz yerdən görür. İnna cealneşşeyatina evliya lillezine la yu'minun. Amma belə deyir ki, şeytan bütün insanları azdırmağa qadir olsun. Yox. Biz şeytanları iman etməyənlər üçün dost və vəli qərar vermişik. Yəni şeytanlar onlarla əlbir olarlar. İman etməyənlərlə əlbir olurlar. İman etməyənlər şeytanın toruna düşür və şeytanlaşırlar. İnsanların şeytanlarına çevrilirlər. Amma möminləri isə müdafiə edirik. Möminlər bizim himayəmizdədir. Möminlər bizim sığınacağımızdadır. Burada Allah Teala insan övladına xəbərdarlıq edir ki, şeytan sizin düşməninizdir. Onun məqsədi sizin nöqsanlı göstərməkdir. Yəni, bütün aləmə, həm Allahın özünə, həm mələklərə, həm bütün aləmə əslində şeytan, iblis sübut etmək istəyir ki, mən haqlı idim, Allah nahaq idi, nəuzubillah. Çünki mən haqlı ola-ola Allah məni cənnətdən çıxartdı. Onlar nöqsanlıdırlar, onlar xəlifətullaha, o məqama layiq deyirlər, yəni Adəm və Adəm övladları layiq deyil. Allah nahaq dedi ki, mən Adəmə səcdə edim. Amma mən səcdə etməni, məni nahaqdan qovdu filan. Onlar çox nöqsanlıdırlar və onlar layiq deyirlər ki, biz ona səcdə eləyək, biz onlara səcdə eləyək. Bunu əslində şeytan hər yana car çəkmək istəyir, öz əməlləri ilə sübuta yetirmək istəyir. Və insanlardan da kim ki iman gətirmir, kim ki şeytana aldanır, kim ki şeytanlaşır, əslində bir növ şeytanın fikri ilə razılaşır. Bu çox təhlükəli bir haldır əslində. Şeytanın fikri ilə razılaşır. Yəni şeytanı təsdiq eləyir ki, həqiqətən şeytan düz deyirmiş, şeytanın atdığı addımlar düz imiş və Allah düzgün etməyib ki, nahaqdan deyib şeytan, iblis, mələklər Adəmə səcdə eləsinlər. Bu cəhəti insan geri yaddan çıxarmasın. Amma möminlər isə Allaha səcdə etməklə, Allahın əmrinə itaat etməklə, Allaha iman gətirməklə iblisi bir növ yalana çıxardırlar. Yəni bu əslində ideoloji bir müharibədir, psixoloji bir müharibədir, əgər belə ifadə etmək düzgün olarsa. Ona görə şeytan, burada görürsünüz, xüsusi olaraq Allah vurğulayır ki, Adəm və Həvvanın libasını onların əynindən çıxartdı. Yəni həyalarını apardı. Onları biabır etdi aləmə. Ki, görürsünüz, bu imiş. Allah bunlara səcdə etməyi
bizə əmr eləyirmiş. Bax, görürsünüz, rahat şəkildə Allahın əmrindən çıxdılar və getdilər qadağan olunmuş ağacın meyvəsindən yedilər. Allah Teala buyurur ki, İblis və onun qəbiləsi sizin onları görmədiyiniz yerdən görər. Yəni Allah Teala İblisə bir növ möhlət verdi ki, vəsvəsə eləyə bilər. O vəsvəsə eləyir, gəlir insanın daxilində oturur, insanın yanına gəlir. Bəzi insanlar onu öz qəlbinə buraxmırlar. Bəzi insanlar onu ümumiyyətlə əhatəsinə buraxmırlar. Həzrəti Adəm Peyğəmbər elə bir period etdi ki, ömrünün sonuna qədər şeytan ondan məyus oldu. Həzrəti Adəm və Adəmin tərəfdarları, Adəmin övladları, peyğəmbərlər, övliyalar, əsil möminlər şeytanı məyus eləyiblər. Bir gün Həzrəti İsa Peyğəmbər soruşur İblisdən. Ey İblis, insanlar sənin nəzərində neçə yerə bölünür? Deyir, 3 yerə bölünür insanlar. Biri odur ki, onlar o insanlardır ki, mən məyus olmuşam onlardan. Onlara çatmaq qeyri-mümkündür. Siz peyğəmbərlərsiniz, Allah övliyalarıdır. Mən məyus olmuşam onlardan. İkinci qrup insanlar, onlar mənim əlimdə oyuncaqdılar. Mən onları istədiyim tərəfə yönəldə bilirəm. O insanlar mənim əmrimdədirlər. Bu ikinci qrup. Üçüncü qrup isə onların əlindən çox acıqlıyam. Onlar məni çox hirsləndirirlər. Onlar kimlərdir? Onlar möminlərdir. Bu möminlər, mən deyir, bəzən aylarla çalışıram, günlərlə çalışıram, illərlə bəzən çalışıram ki, onları yoldan çıxardım, amma yoldan çıxarda bilmirəm. Hətta onların bəzilərini yoldan çıxardıram, bəzən müvəffəq oluram, uğur qazanıram bu yolda. Amma onlar günah edəndən sonra, ya günaha yaxınlaşandan sonra, ya günah edəndən sonra ayılırlar. Ayılırlar, deyirlər ki, ey dad, mən nə etdim, səhv elədim. Və başlayırlar istiğfar etməyə, Allaha daha da canı dildən ibadət etməyə başlayırlar, daha da sığınırlar, özlərini kəşf edirlər, şeytan hilələrindən başlayırlar hali olmağa, ayıq-sayıq olurlar bundan sonra şeytan hilələrindən. Ona görə deyir, tövbə eləyirlər və Allah da onların günahlarını bağışlayır. Mən deyir, neçə il əziyyət çəkirəm ki, onları yoldan çıxardım, onlar isə təzdən Allaha tərəf yönəlməklə, tövbə etməklə məni çox hirsləndirirlər. Deyir ki, bunlardır insanlar mənim nəzərimdə. İndi Həzrəti Adəm Peyğəmbər elə bir yol tutdu ki, o artıq yaxınlaşa bilmədi Həzrəti Adəmə. Heç cür yaxınlaşa bilmədi. Ömrünün sonuna qədər Həzrəti Adəmə yaxınlaşa bilmədi. Həzrəti Adəmin ömrünün sonuna qədər Həzrəti Adəmə yaxınlaşa bilmədi. Həzrəti Adəm onu yaxına buraxmadı. Burada Allah Təbarək və Teala deməli Əraf surəsinin 27-ci ayəsində buyurur ki, o və onun qəbiləsi sizi görür. O yerdən ki, siz onları görə bilmirsiniz. Həqiqətən də biz iblisi görmürük. Onun ordusunu görmürük. Onun qəbiləsini görmürük. Cinləri görmürük. Amma onlar bizi görür. Biz onlara vəsvəsə eləyə bilmirik. Onlar bizə vəsvəsə eləyir. Biz onları dəvət edə bilmirik. Onlar bizi dəvət edir. Onlar bizə təsir göstərə bilirlər. Təsir yəni vəsvəsə sadəcə, dəvətdir sadəcə. Bunu xüsusi olaraq vurğulamaq istəyirəm. Burada iblisə verilmiş bir belə deyək ki, imkandır sadəcə, bir şəraitdir. O da onun ibadətinin, onun Allahın qarşısında səcdə etməyinin, Allaha ibadət etməyinin qarşılığı olaraq özü istəyib bunu. Yəni deyib ki, qiyamətdə heç nə istəmirəm mən, zaten istəmirəm ümumiyyətlə qiyaməti, o sorğu sualı, cənnəti filanı heç nə istəmirəm.
Sadəcə mənə möhlət ver ki, mən Adəm övladına vəsvəsə eləyə bilim. Allah da bu möhləti verdi. Buyurdu ki, amma mənim dostlarıma sən çata bilməyəcəksən, mənim dostlarımı yoldan çıxarda bilməyəcəksən. Çünki dostlarım mənim himayəmdədir. Belə. Dostlarım mənim himayəmdədir. Quranda dəfələrlə bu haqda ayələrimiz var. Buyurur ki, mənim dostlarıma sənin səltənətin yoxdur, hakimiyyətin yoxdur. Çünki Allahın dostları Allahın sığınacağına sığınıblar. Nəyə görə Nas və Fələq surələri nazil olub və Nas, Fələq surələrində Allah Teala möminlərə deyizdirir ki, de, buyurur, Bismillahirrahmanirrahim, qul Əuzu bi Rabbil fələq. Ey Peyğəmbər, de, fələqin Rəbbinə sığınıram. Sübhün Rəbbinə sığınıram. Min şərri ma xələq. Bütün yaratdıqlarının şərrindən. Və min şərri qasiqin izə vəqəb. O qaranlıq, o zil qaranlığın şərrindən. Və min şərri nəffəthəti fil uqad. Düyünlərə üfürənlərin şərrindən. O min şərri hasidin izə həsəd və həsəd eləyən, paxıllıq eləyən insanların şərrindən. Və əslində həm insanların, yəni insanlardan olan cinlərin şərrindən, daha doğrusu şeytanların şərrindən Allah'a sığınırıq Fələq surəsində əsas etibarilə. Düzdür, hər iki tərəf həm cinlərdən olan şeytanlar, həm də insanlardan olan. Çünki paxıllıq eləyənlərin şərrindən, düyünlərə üfürənlərin şərrindən. Nas surəsində də Allah Teala buyurur ki, Qul əuzu bi Rabbin nas, Məlikin nas, İlahin nas. Ya Peyğəmbər de, insanların Rəbbinə sığınıram, insanların padşahına sığınıram və insanların Allahına sığınıram. 3 dəfə bu cür deyizdirir. Sonra buyurur, yaxşı, nədən sığınırıq biz Allaha? Min şərril vəsvasil xənnas. O, görürsünüz, insanların içində insanlara vəsvəsə eləyənlərin şərrindən, vəsvasil xənnasın şərrindən Allaha sığınıram. Əlləzi yuvəsvisu fi sudurin nas. Hansı ki, o insanların qəlbinə, insanların sinələrinə vəsvəsə eləyər. Minəl cinnəti və nas. Həm cinlərdən olan şeytan, həm də insanlardan olan şeytanın şərrindən Allaha sığınıram. Bu şeytanın işini burada Allah Təbarək və Teala deməli təyin eləyir ki, şeytan işi nədən ibarətdir? Vəsvəsə eləyir. Yaxşı, möminlərə Allah sığınacaq verirdi ki, siz o vəsvəsələrdən amanda qala bilərsiniz. Gəlin mənim yanıma, mənim sığınacağıma sığının. Özü də Allah deyizdirirsə bunu, əzizlər, buna diqqət edin. Allah deyizdirirsə, de, Allaha sığınıram, nə deməkdir bu? Yəni, Allah sığınacaq vermək istəyir. Bir insan ki, ürəklə, qəlbən, deyək ki, ilahi, sənə sığınıram. Mümkündür ki, Allah ona sığınacaq verməsin. Mümkündür ki, Allah onu qorumasın. Qeyri-mümkündür. Çünki Allah özü deyir, axı, de ki, Allaha sığınıram. Yaxşı, bunu sənə deyizdirən necə ola bilər ki, sənə sığınacaq verməsin? Mümkün deyil. Bu, Allahın xasiyyətinə yaraşmır. Allahın xasiyyətində belə şey yoxdur. Ona görə biz deyirik, qəlbən deyək bunu, görək ki, Allah necə bizə sığınacaq verir. Onda şeytanların bütün vəsvəsələri sınır. Onda iblisin bütün o planları məhv olub gedir. Bu, önəmli məsələdir. Çox önəmli məsələdir. Hədisdə var ki, Tövbə ayəsi nazil olanda ki, Allah Quranda buyurur, möminlər günah görəndə, günah hətta eləyəndən sonra ayılarlar, zikr xatırlayarlar və istiğfar eləyərlər. Sonra da israr etməzlər da, günahın ardınca getməzlər. Allah onları bağışlayar. Bir neçə tövbə ayələri var da Qurani Kərimdə. Məsələn, biri budur ki, ey Peyğəmbər,
mənim günahkar bəndələrimə de ki, Allahın rəhmətindən məyus olmasınlar. Allah bütün günahları bağışlayar. Bu ayələr nazil olanda İmam Sadiq əleyhissalam buyurur ki, iblis uca səslə qışqırdı, nalə çəkdi. Fəryad qopartdı. Bütün dostları, bütün dəstələri yığdı bir yerə. Belə də fövqəladə bir iclas keçirdi. Növbədən kənar bir iclas, belə demək mümkündürsə. Soruşdular ki, nə olub? Deyir, nə olacaq? Allah tövbə ayələrini nazil edib. Bizim bütün planlarımız boşa çıxır. Nə etməliyik? Hərə bir plan qurdu, hərə bir plan dedi ki, belə edərik bizdə. İblis razılaşmadı. İmam buyurur ki, İmam Sadiq əleyhissalam, onların arasından Vəsvasül Xənnas durdu ayağa. Hansı ki, o Nas surəsində Allah Teala ondan Allaha pənah aparmağımızı tapşırır. Həmən o Vəsvasül Xənnas, min şərril Vəsvasül Xənnas, insanlara vəsvəsə eləyən o xənnasın şərrindən Allaha sığınıram. Və onun şərrindən amanda qalmaq üçün Allah Teala bizə sığınacaq vermək istəyir. Deyir ki, o Vəsvasül Xənnas durdu ayağa. Dedi ki, mənim bir planım var. Dedi, nədir sənin planın? Deyir, planım budur ki, tövbəni təxirə salmağı onlara aşılayaq, insanlara. Necə? Deyir, həmişə onlara gələcəkdə tövbə edəcəyini təlqin eləyək. Deyək ki, hələ vaxtın var, narahat olma, günah da eləyirsən, eybi yox, sən tövbə eləyərsən. Və beləliklə onlar tövbəni gecikdirə, günah onların qəlbini tamamilə sıradan çıxardacaq. Tamamilə onların ruhunu qaraldacaq, ondan sonra tövbə edə bilməyəcəklər. Deyir, iblis bəyəndi onun planını, dedi, əhsən olsun sənə. Və bundan sonra bunun üstündə çox çalışırıq ki, tövbəni təxirə salaq. Ona görə biz tövbə etmək istəyəndə həmişə içərimizdə hansısa bir qüvvə bizə mane olmağa çalışır ki, yox, hələ narahat olma, günah da elədin, hamı günah eləyir də, nə olsun, sən də bir dən günah da elədin də, İnşallah filan yaşda tövbə edərsən, adətən deyir ki, 40 yaşda tövbə edərsən. 40 yaşda tövbə edərsən. Adətən iblis belə avladır. Bu şeytanın vəsvəsəsidir. Şeytan, o ki Allah buyurdu, o və onun qəbiləsi sizin onları görə bilməyəcəyiniz yerdən görür. Və onun işi vəsvəsədir. Onun işi vəsvəsədir. Və biz əslində nəfsimizlə mübarizə aparsaq, nəfsimizi islah etsək, qapını bağlayırıq onun üzünə. Ondan sonra vəsvəsə etməyə də bizə yol tapa bilmir. Əsas məsələ nəfsin islahıdır. Şeytanın işi budur. Ona görə Allah Təbarək və Teala ardınca dərhal buyurur ki, biz şeytanları iman etməyənlərə dost qərar vermişik. İman edənlərin dostu ola bilməz. Və iman edənlərin üstündə heç bir hakimiyyəti yoxdur. Həzrəti Adəm Peyğəmbər ömrünün sonuna qədər amanda qaldı. Heç vaxt şeytanı yaxına buraxmadı. İblis onun həndəvərinə yaxınlaşa bilmədi. Amma Adəm Peyğəmbərin övladları oldu, övladlar çoxaldılar. 2 övladına başladı vəsvəsə etməyə, onun Adəmin övladları arasında düşmənçilik toxumunu səpdi. Yəni, Adəmə yetişə bilmədi, amma Adəmin övladlarına yetişdi. Adəmin övladlarına yetişdi. Başladı Adəmin övladlarına vəsvəsə etməyə ki, Adəmi məyus etməyə başlasın, Adəmi kədərləndirsin. Necə ki, Həzrəti İbrahimə vəsvəsə eləyirdi, yaxınlaşmaq istəyirdi. Həzrəti İbrahim yaxına buraxmadı, amma Həzrəti İsmailə yaxınlaşmaq istəyirdi. İbrahim Peyğəmbər 3 dəfə onu daşladı, həmən orada oldu. Həzrəti İsmaili kədərləndirmək, qəmləndirmək istəyirdi ki, bəs sən razı olma, sənin atan bu işi görəcəksən, anan nə deyəcək, dünya nə deyəcək, sən nə deyəcəksən, yəni gələcəkdəki insanlar nə deyə, bu bir qətildir filan, bəs məkan cinayətdir. Cürbəcür vəsvəsə ilə Həzrəti İsmaili yoldan çıxartmaq istəyirdi ki, İbrahim Peyğəmbər orada daşlayır, 3 dəfə daşlayır iblisi. Amma Adəmin bir övladı Qabil onun toruna düşə bilir.
düşdü onun toruna və paxıllıq, həsəd onu belə deyək, cinayət törətməyə vadar etdi. Paxıllıq, həsəd həqiqətən də çox böyük bir bəladır və insan nəfsində ən böyük xəstəlikdir. Paxıllıq, təkəbbürlük necə xəstəlikdirsə, paxıllıq da o cür xəstəliklərdən biridir. İnsan onu müalicə etməsə, o qardaş tanımır, o ata tanımır, o ana tanımır, o heç kəs tanımır. Yəni, doğrudan da belədir. İnsan o həsəd edən insanların tarixinə baxanda təcrübə göstərir ki, bəli, bu həsəd qardaşa düşmən eləyib, qardaşı qardaşın qatil eləyib. Həzrəti Yusuf Peyğəmbərin qardaşları həsəddən o işi gördülər. Yusuf öz qardaşlarını atdılar quyuya, öldürmək istəyirdilər onu. Sonra onu qul kimi satdılar, getdi. Yəni, bu dəhşətli bir cinayətdir. İnsan öz qardaşına, özə kiçik yaşlı balaca uşağa qarşı necə bunu edə bilər? Bu həsəd budur. Qabil Habili öldürür. Adəmin iki övladı, Qabil və Habil. Qabil Habili öldürür həsəddən. Özdəki nəyin həsədini çəkirdi? Mənəvi məqamın. Adətən mənəvi məqamın həsədini çəkənlər bu cinayətlərə əl atıblar. Yusuf Peyğəmbərin qardaşları da Yusufin mənəvi məqamına qarşı həsəd edirdilər. Bildilər ki, Yusuf Peyğəmbər gələcəyin Peyğəmbəri olacaq. Allah onu seçəcək. Bizi niyə seçmir? Onu seçir. Bu həsəd edirdilər. Əbu Cəhl və Peyğəmbərin dövründə olan o düşmənlər, onlar da çoxu həsədə görə Peyğəmbərlə düşmənçilik edirdilər. Deyirdilər ki, yox, biz qala-qala necə ola bilər ki, Əbdülmüttəlibin bir yetim uşağı Peyğəmbər seçilsin. Həm Məkkə, həm Taif şəhərində bir böyük adam tapılmadı ki, bu yetim uşağı Allah Peyğəmbər seçdi. Görürsünüz, mənəvi məqama həsəd görünməmiş bir işdir. Yəni, Allah nə üçün məni seçməyib, onu seçib. Axı, Allah bilir, bu seçim Allahındır. Bizim boynumuzun borcudur ki, baş əyək Allahın seçiminə. İblis də görürsünüz, Adəmin mənəvi məqamına həsəd apardı. Niyə o seçildi xəlifətullah, mən seçilmədim? Bu həsəd insanı aparır, cinayət törətdirir. Adəm Peyğəmbərin əhvalatında onun övladlarının da əhvalatı Maidə surəsinin 27-ci ayəsi olmalıdır. 27-ci ayəsində. Quran-ı Kərim təbii ki, Habil və Qabilin adını çəkməyib. Yəni, Adəmin övladlarının, yəni Habil və Qabilin adları gəlməyib Quranda. Buyurur ki, iki övladı. Sonra Peyğəmbərə buyurur ki, Maidə surəsinin 27-ci ayəsində buyurur ki, وَاتْلُ عَلَيْهِمْ نَبَأَ ابْنَيْ آدَمَ بِالْحَقِّ. Ey Peyğəmbər, Adəmin iki övladının əhvalatının xəbərini bu insanlara oxu. اِذْ قَرَّبَ قُرْبَانًا فَتُقُبِّلَ مِنْ أَحَدِهِمَا. Hər ikisi qurban boyunu aldı. Birindən qəbul oldu. وَلَمْ يُتَقَبَّلْ مِنَ الْآخَرِ. O birisindən qəbul olmadı. قَالَ لَأَقْتُلَنَّكَ. O qurbanı qəbul olmayan dedi ki, səni öldürəcəyim. O birisinə deyir ki, səni öldürəcəyim. Görürsünüz, ikisi qurban kəsir, birindən qurban qəbul olur, o birisindən qurban qəbul olunmur. Burada insan düşünəndə ki, Allah niyə mənim qurbanımı qəbul etdi? Görəsən, nöqsanım nədir? Bunu düşünməkdənsə, bunu həll etməkdənsə, həll yolunu nədə görür? Deyir ki, sənin qurbanın niyə qəbul oldu? Allah niyə sənin qurbanını qəbul etdi? Mən səni öldürəcəyim. İndi o qurbanlıq nə idi? Nəyə görə o qurbanlıq boyun alındı? O başqa bir məsələdir. O müxtəlif rəvayətlər var, müxtəlif hədislər var onun izahında. Amma hər halda hadisə belə olub, qurbanlığa görə olub. Yəni, mənəvi bir məqama görə olub. Qabil dedi ki, mən səni öldürəcəyəm. Habil isə cavabında belə buyurdu. Qalə innəmə yətəqəbbəlullahu minəl muttəqin. Allah müttəqilərdən qəbul edər, təqva əhlindən qəbul edər. Yəni, mən burada şəxsimə görə Allah qəbul eləməyib.
Mənim təqvama görə qəbul edeyim. Allaha olan bəndəçiliyimə görə qəbul edeyim. Allah şəxslərə görə şəxsi qərəzlik aparmaz. Heç vaxt bu Allaha yaraşan iş deyil. Allahın xəzinəsi geniş, tükənməz, rəhməti geniş, mehriban, özü mehriban, insanı istəyən, sevən insanı yaradı, sevib yaradı. Niyə üçün düşmənçilik eləsin insanla? O istəyir ki, insanı ali məqamlara çatdırsın. Buyurur ki, Allah təqvalardan qəbul eləyir. Mənim qurbanım qəbul olubsa təqvaya görədir. Sən də təqvalı ol, Allah sənin də qurbanını qəbul etsin. Məsələ bu qədər bəsitdir. Sonra bu لَاِنْ بَسَطَّ إِلَيَّ يَدَكَ لِتَقْتُلَنِي مَا أَنَا بِبَاسِطٍ يَدِيَ إِلَيْكَ لِأَقْتُلَكَ. Əgər sən əlvi qaldırıb məni öldürmək istəsən, mən heç vaxt əlimi qaldırıb səni öldürən deyiləm. Bunu Habil deyir Qabilə. Mən heç vaxt bunu etmərəm. İnni əxafullah Rabbəl aləmin. Mən aləmlərin Rəbbi olan Allahdan qorxuram. İnni uridu ən təbuə bi ismi və ismik. Mən, əgər sən buna əl atsan, mən istəyirəm ki, mən səni öldürmərəm. Mən istəyirəm ki, mənim də günahımı, özünün də günahını özün daşıyasan. Burada çox incə bir məqamdır. Adətən qətildə belə bir məsələ var ki, sən birini qətl edirsənsə, onun günahları sənin boyunda gələcək. Çünki sən onun həyatına son qoydun. Çünki o sağ qalsaydı tövbə eləyərdi, sağ qalsaydı öz günahlarını əff elətdirə bilərdi Allaha, amma sən qoymadın, sən onun qarşısını aldın. Ona görə kim səni qətl edirsə, onun da günahları gəlir bunun boynuna. Ona görə Həzrəti Habil buyurur ki, deyir ki, mən istəyirəm ki, mənim də günahlarımı daşıyasan, özünün də günahlarını daşıyasan. Fətəkuna min əshabin nar, ki, cəhənnəm əhlindən olasan. Və zəlikə cəzəuz zalimin, bu cəhənnəm də zalimların cəzasıdır. Quran buyurur ki, fətavvəət ləhu nəfsuh qətlə əxihi. Qabilin nəfsi qardaşının ölümünü ona yaxşı göstərir. İnsanın nəfsi görsən ki, bir pis işi, günahı, sən ləzzət kimi insana baş salır ki, bu ləzzətdir, bu yaxşı bir şeydir. İnsan bəzən pislik eləyər, amma bilməz ki, bu pisdir. Elə bir ki, yaxşı iş görür. Və bəzən də insan o qədər günah eləyər ki, artıq günah onun üçün bir yaxşılıq anlamına gəlir. Yaxşılıq, elə bir ki, yaxşılıq eləyir. Bu nəfsin mexanizminin pozulmasıdır. Yəni, insan fitrəti düzü düz, əyrini əyri görür. Amma insan o qədər günah eləyə bilir ki, artıq bu dəyişir, bu mexanizm. Bu dəyişir. Və iblis də pis əməlləri yaxşı göstərə bilir. Bu iblisin də işlərindən biri budur. Ona görə ki, Qabilin nəfsi qardaşının ölümünü ona xoş göstərdi, gözəlləşdirdi. Fəqətələhu. Nəhayətdə Qabil Habili öldürdü, qətl etdi. Fəəsbaha minəl xasirin. Amma o xüsran edənlərdən, ziyankarlardan oldu. Ziyankarlardan oldu. İndi Quran buyurur ki, qardaşını öldürüb Qabil. Birinci dəfədə belə bir hadisə ilə rastlaşır. Ölüm görməmişdi ona qədər, dəfn görməmişdi ona qədər. Ümumiyyətlə, insan necə dəfn olunmalıdır, ölmüş bir insanla necə rəftar olunmalıdır, onu hələ görməmişdilər. Kiçik bir cəmiyyət idi. Adəmin övladları, nəvələri, nəticələri. Ona görə Allah Təbarək və Teala buyurur ki, bir qarğanı Allah göndərir Həzrəti Adəmin o övladı Qabilin öz qardaşının cəsədini dəfn eləməyi ona öyrətsin deyə. Fəbə'athəllahu qurabən. Allah bir qarğa göndərir. Yəbhasu fil ard. O yerdə gəzirdi və axtarış aparırdı. Liyuriyehu keyfe yuvari səvətə əxih. Ona görə Allah bu qarğanı göndərir ki, bu qarğa qardaşının cəsədini necə torpağa bastırmaq lazımdır, onu göstərsin deyə. Ona görə buyurur ki, yəbhasu fil arz, yəni yerdə o qarğa, hədisdə var bunun açıqlamasında, hədisdə var ki, bir qarğa ölmüşdü,
o birisi qarğa götürdü, o yeri qazdı, o qarğanı qoydu, elə bir balaca bir çala qazdı, qoydu o çalaya, sonra onun üstünü örtdü. Bunu göstərdi. Qarğa gəlib Qabilə öyrətdi bunu. Qabil də dedi, qala ya veylata, eyvay olsun mənə, a'caztu an akuna misla hadal ghurab. Mən necə acizəm ki, bu qarğadan da acizəm, bu qarğa kimi də olmadım. Fa uvariya savata axi, ki öz qardaşımın cəsədini mən torpaqda gizlədim. Dəfn eləyim onu. Bu qarğa qədər də olmadım. Fa asbaha minən nadimin. Burada artıq peşman olanlardan oldu. Artıq peşman oldu. Amma qətl törətmişdi, böyük günaha səbəb olmuşdu. Ardınca isə Allah Teala buyurur ki, min əcli zəlikə kətəbnə alə bəni İsrail. Ənəhu mən qətələ nəfsən bi qeyri nəfsin əv fəsadin fil ardı fəkəənnəmə qətələn nəsə cəmi'a. Bu yüzdən biz Bəni İsrailə yazdıq ki, kim bir günahsız insanı ya fəsad törətməyən bir insanı öldürsə, elə bil bütün insanları öldürüb və kim bir insanı diriltsə, elə bil bütün insanları diriltmişdir. وَلَقَدْ جَاءَتْهُمْ رُسُلُنَا بِالْبَيِّنَاتِ ثُمَّ إِنَّ كَثِيرًا مِنْهُمْ بَعْدَ ذَلِكَ فِي الْأَرْضِ لَمُسْرِفُونَ. Biz Bəni İsrailə çoxlu peyğəmbərlər, açıq aydın dəlillərlə göndərdik. Sonra həqiqətən onlardan çoxu bundan sonra yer üzündə israf edənlərdən oldular. Bu Həzrəti Adəmin övladlarının deməli bir dastanı idi ki, Quran-ı Kərim bunu bizə açıqlayır və Peyğəmbərə də Allah tapşırıq verir ki, mütləq bunu insanlara danış ki, şeytan necə bir insanı bu qədər qatil eləyə bilir. Mən sözümü yekunlaşdırıram və axırda bir hədis demək istəyirəm. Hədis İmam Əli əleyhissalamdandır. Buyurur ki, Həzrəti Musa Peyğəmbərə Allah bu cür buyurur ki, ey Musa, mən sənə bir neçə vəsiyyət eləyirəm, bir neçə şey tövsiyə edirəm, onları qoru, yadında saxla. Birincisi budur ki, nə qədər günahlarının bağışlandığını görməmisən, başqalarının evləri ilə məşğul olma. Bu bir. İkincisi budur ki, nə qədər ki, Allahın xəzinələrinin tükəndiyini görməmisən, ruzivə görə narahat olma. Allah sən ruzivi yetirər. Allahın da xəzinələri tükənən deyil. Üçüncüsü budur ki, nə qədər ki, Allahın hakimiyyətinin süqutunu görməmsən, məndən başqasına ümid etmə. Allahın hakimiyyəti ki, süqut eləyən deyil. Dördüncüsü budur ki, nə qədər ki, şeytanın, iblisin öldüyünü görməmsən, özünü onun məkrindən, onun hiləsindən amanda bilmə. Elə bilmə ki, yox, sənə yetişməz, səni tora sala bilməz, səni aldada bilməz, yox. O ölməyib. O sənin düşmənindir, qatı düşmənin. Ondan müayət ol. Allah təbarək və təala bu Ramazan ayını bizə mübarək eləsin, Ramazan gecələrini bizə mübarək eləsin, Ramazanın feyzini, rəhmət, bərəkət, məğfirətini bizim hamımıza nəsib eləsin inşallah. Allah Teala cəmi müsəlmanlar arasında mehribanlığı, vəhdəti, birliyi bərqərar eləsin. Allah Teala müsəlmanların düşmənlərini məhv-nabud eləsin inşallah. Allah İmam Zaman ağanın zuhurunu təcil eləsin. Vəssalamu aleykum və rəhmətullah.